Bəli, əziz dostlar, aktyor sənətinə könül verən əziz izləyicilərim, deməli, orada qalmışdıq. Mən ora ilk gedəndə deməli aylıq ödəniş 150 manat idi. Yəni belə deyim mən sizə, 9 aylıq sistem idi və 9 ayın hər bir ayında 150 manat ödəniş, dediyim kimi 3 mərhələli sistem, bir mərhələ 450 manat. Yəni bir 3 ayda 450 manatdır. Aylıq 150 manatdan deməli mən fəaliyyətimə başladım orada. Daha sonra əziz dostlar, bircə dəqiqə. Daha sonra 5-ci ay idi və tamaşa mərhələsi. Daha sonra burada Zahir Tahirsoy ilə, yalançı ilə danışmağa başladım. O dedi ki, biz artıq 12 aylıq mərhələyə keçirik. 12 aylıq mərhələdə budur əziz dostlarım mənim. Biz necə dediyim kimi ikinci 3 ayda Azərbaycan tamaşalarını oynayırıqsa, daha sonra həmin o ikinci 3 aydan ikinci 3 ay bitirdikdən sonra üçüncü 3 ayda da yenə tamaşa mərhələsi olacaq. Bu dəfə xarici ölkələrin tamaşalarını götürüb oynayacaq. Və mən də fikirləşdim ki, axı bunun bir, yəni öyrədici bir şey yoxdur. Əgər mən onsuz da əvvəldən dediyim kimi tamaşalarda oynadığım üçün bu sənəti bilirdim, yəni çox gözəl şəkildə. Amma deyək ki, məsəl üçün mən bilmirdim, ilk dəfədir girdim ora aktyor sənətini öyrənməyə. Əziz dostlar, mən tamaşa oynamağı əgər bu ikinci 3 ayda tamamilə öyrənmişəmsə, daha sonra ondan sonra gələn o xarici ölkələrdən götürülən tamaşaları oynamaq, onun mənə nə xeyri ola bilər? Sadəcə dediyim kimi, heç dil öyrənməyimə belə bir faydası olan deyil. Qaldı ki, tamaşa oyunuma bir xeyri ola ki, aktyorluqda da əsas məsələ duyğudur, hissdir. O hissi duyğunu tamaşaçıya ötürməkdir, verməkdir. Bundan irəlidəki dərslərimizdə danışacağım. Hələ ki, Azərbaycandakı vəziyyətdən danışıram, yalançılardan, saxtakarlardan danışıram. Bəli, əziz dostlarım mənim, dəyərli izləyicilərim. Mən düşündüm belə, yəni o dedilər ki, istəsəniz siz 12 aylıq sistemi keçə bilərsiniz. Dedim, yox, mən istəmirəm. Mən 9 aylıq sistemdə burada anlaşmışam. Belə bir söz var, arxa keçərkən at dəyişdirilməz. Əziz dostlar, yəni 5-ci aydır, bu işin ortasındayıq və indi durub, bu işin ortasındayım və indi durub da, yox, 12 aylıq sistem var, istəsəniz ona da keçə bilərsiniz. Mən əlbəttə ki, razılaşmadım. Gördüm ki, bu pul tələsidir, yəni sadəcə və sadəcə pul tələsidir. Ona görə də razılaşmadım. Bilmiyorum, mən 9 ayda davam edəcəm, 9 ayın tamamında bitirəcəm. Elə də elədim. Gördüm ki, bu pul tələsidir, dediyim kimi və daha sonra tamaşa mərhələsini, kino mərhələsini bitirdim. Orada ümumiyyətlə mən baxanda indi 12 ay gedib gəldim, yəni mərhələ bitdi. Mart ayında, 2024-ün mart ayında sonra çəkilişlər falan. Axırıncı dəfə 2024-ün iyununda mən orada oldum. Ondan sonra bir də getmədim. Əziz dostlar, sizə deyirəm və bir də bunu deyim. Mən oradan ayrıldıqdan qısa müddət sonra, o vaxtı elə 2024-ün iyul, avqust aylarında hələ kanaldaydım, onların WhatsApp kanalında. Gördüm, yazıb ki, artıq 12 aylıqdan da 24 aylıq sistemə keçib və aylıq 80 manat. Əziz dostlar, görün bunlardakı saxtakarlığa, bicliyə baxın. İlk öncə 9 ay, sonra 12 ay keçirdilər. Ondan sonra da 24 ay və 24 ayda da dedilər ki, ödəniş 80 manat. Və elə də bir tükənən söz olmasın, algı yaradırlar ki, sanki yəni aylıq ödəniş artıq daha az olacaq, sistemdə öyrətmə sistemi də daha çox olacaq. Birincisi, əgər 9 aylıq və ya 12 aylıq sistem öyrədici bir sistem deyildirsə, yetərli deyildirsə, 24 aylıq yetərlidirsə, təzə sistem daha xeyirlidirsə, əvvəldə niyə 9-12 aylıq elədiniz, 24 ay əvvəldə niyə eləmədiniz? Yəni siz burada onda deməli heç bir aktyor yetişdirmədiniz də, yəni sadəcə pul almaqla məşğul idiniz. Ki onsuz da orada heç bir aktyor yetişmir. Əziz dostlar, mən dediyim kimi əvvəldən oynamışdım. Mən bu sahədə təcrübəm var idi, oraya getdim ki, yəni yenidən oynamaqlarımı, film, serial tamaşalarda yəni davam elətdirim. Yəni yenidən bu sahəyə addım atım, bu sahəyə addım attığım yerlərdən biri də bura olsun. Davam eləyim yoluma. Yəni mən bu sahədə yenidən yolumu davam elətdirmək üçün ora getdim. Belə deyim. Orada getdim və əziz dostlar, bunu da deyim ki, dediyim kimi sizə. 24 aylıq sistemə keçildi, aylıq 80 manat. Əziz dostlar, və elə də deyirlər ki, yəni ödəniş azdır, artıq 154-80-dır. 24-ə 80-də vurun nə qədər? 1920 manat.
950-yə vuranda da eləyirdi 1350 manat. Və 1350 manat daha sonra digər 12 aylıq sistemdə də yenə 80-a vuranda həmin o 24 aylıq sistemdəki pula gəlib çatmırdı. Yəni bunlar ödənişi sırf qaldırmaq üçün 9-12 aydan 24 aylıq sistemə keçmişdilər. Bu saxtakarlıq və fırıldaqçılıq deyilənədir, gözəl insanlar. Yəni dediyim kimi, əziz dostlar, mən o akademiyada o qədər yalançılıq, o qədər saxtakarlıq və şərəfsizlik görmüşəm ki, sadəcə mən yox, bir çox mənim yanımda olan insanlar, orada tələbə olan insanlar, başqalardır. Yəni o qədər haqsızlıq orada görmüşük ki biz. Yəni mən sizə indi hamısını yenə bir deyəcəm qalanları. İlk öncə sizə onu deyim ki, baxın bu diplomdur. Azərbaycan Film Akademiyasından aldığım diplom. Baxın. Əziz dostlar, onu deyim ki, bu diplomun nə Azərbaycanda, nə Türkiyədə, nə başqa heç bir ölkədə bir keçərliliyi yoxdur. Yoxdur əziz dostlar. Onsuz da aktyorluq elə bir sahədir ki, aktyorluqda sənin diplomun olub-olmamağının heç bir önəmi yoxdur. Əgər sənin istedadın, savadın varsa, istedadlısansa, savadlısansa, sən qabağa gedəcəksən və normal bir sistemdə yaşayırsansa, bu sahəni özünlə aparırsansa. Amma əgər sənin diplomun olsun, bu diplomdan 10 dənə olsun, amma istedadın yoxdursa, özlərində də çalışmırsansa, sən qabağa getməyəcəksən. Hə, qabağa necə gedə bilərsən? Tanışın olar, səni qabağa aparar. Elə qabağa gedə bilərsən. Əziz dostlar, dediyim kimi, mən bitirdim 2024-də. Daha sonra mən bu diplomu 2025-in yanvarında almışam. Heç mən deyənə kimi yadlarına düşmür daha ki, diplom verməliyim. Mən özüm dedim, dirəşdim. Sonra bu diplomu aldım. Bu diplomu da almağımda dediyim kimi, bu diplomun heç bir önəmi yoxdur. Ümumiyyətlə, aktyor sənətində diplomun heç bir önəmi yoxdur. Sadəcə olaraq, yəni çəkdiyim zəhmətin qarşılığı olaraq mən bu diplomu sökə-sökə tələb elədim və onlardan aldım. Baxın, sökə-sökə tələb elədim və onlardan aldım. Bir daha təkrar edirəm. Almalıydım da, çünki dediyim kimi, mənim çəkdiyim zəhmətin qarşılığıdır bu. Əziz dostlar, bunlar hər il yay aylarında deməli gedirlər rayonlara və rayonlara gedirlər. Hər bir tələbədən 150 manat pul alırlar ki, həmin o rayonlarda getsinlər, güya istirahət adı ilə bir gün olurlar orada, 150 manat ödəniş alırlar sırf bir gün üçün və gedirlər orada güya, nə bilim, boş mənasız çəkilişləri olur, güya yeyib içmək olur, çadırda qalırlar və ona 150 manat, ona görə 150 manat pul alırlar tələbələrdən. Yeməkləri də sanki orada hər yeməkdə quzu kabab çevirib yeyirlər. Və avtobusla gedirlər, Lənkəran falan belə yerlərə və bundan da bunlar pul yığırlar. Yəni dediyim kimi, əziz dostlar, Azərbaycan Film Akademiyası yalançıların, saxtakarlığın olduqları yerdir. Zaur Tahirsoy, sən yalançısan, Zəhra Tahirsoy, sən də yalançısan, onların heç bir bacarığı, istedadı yoxdur, nə ssenari, nə aktyorluq sahəsində, nə rejissorluq sahəsində. Sadəcə məqsədləri insanları aldadıb onlardan pul almaqdır. Böyük adlı film çəkdilər, əziz dostlar. Öz tələbələrindən başqa heç kəs gəlmədi oraya. 5 manata Böyük adlı filmin biletləri satdırdı. Girdim, baxdım onların otaqlarına ki, bütün biletlər yığılıb qalıb. Ancaq öz tələbələri alır. Öz tələbələri almışdı. Biletlər yığılıb qalmışdı və çox da mənasız bir film oldu. YouTube-da var, girib baxa bilərsiniz. Əziz dostlar, videomu artıq sona çatdırmaq istəyirəm. Dediyim kimi, Azərbaycan Film Akademiyası yalançıların, saxtakarların olduğu yerdir. Oradan qabağa getmək mümkün deyil. Boş, mənasız bir yerdir. Elə yerlərə aldanmayın. Özlərinizdə çalışın. Tək başına qabaqda bəlkə həqiqətən saxtakar olmayan düzəməlli yerlər, atölyelər, belə deyim, qurular. Onda gedər sonra biliyinizi öyrənərsiniz. Videomu sona çatdıram əziz dostlar. Növbəti videolarda yenidən görüşmək ümidi ilə hələlik.